Salam mənim əziz izləyicilərim, xanımlar, bəylər, məni izləyənlər, sevənlər, sevməyənlər. Salamlayıram sizi buradan bir də. Bugün sizinlə Azərbaycan mətbəxinin gözəl yeməklərindən biri olan toyuq ləvəngisi hazırlayacağım. Toyuq ləvəngisi hamınız bilirsiniz ki, Cənub bölgəsinin ən gözəl yeməklərindən biridir. Demək olar ki, süfrələrin şahıdır. Qonaqları aşla, ləvəngi ilə yola salırlar. Mən bölgələrimizi bölmək istəmirəm. Orada mənə yazırlar ki, xanım çox sağ olun ki, Azərbaycan mətbəxi deyirsiniz. Bəli, bütün yeməklər, bu dadlı yeməklər, yəni bizim pişirdiyimiz Azərbaycan xanımlarının YouTube'da, Instagram'da, hər yerdə göstərdiyimiz vətənimizin bu gözəl dadlı ləvazimatlarını, dadlı mətbəxini göstəririk. Ona görə biz bölgələrimizi bölmürük, biz mətbəximizi bölmürük, biz hamımız Azərbaycanlıyıq. Azərbaycan mətbəxini tanıtmalıyıq. Gəlin, birlikdə hazırlayaq. Bax, burada 5 ədəd soğan. Suyunu süzüb boşaldırıq. Burada soğanımız hazır. Əlavə edirik ləvənginin içi üçün. Duz, 1 qaşıq istiot. Bax, qozdu, görürsünüz. Burada 5 ədəd soğana hardasa 200 qram qoz çəkmişəm. Bu, göyəmin naturalni soku var. Bax, nar turşusu, əslində göyəm vururlar. Bu da zoğal turşusudur. Mən belə sevirəm. Zoğal turşusu çox dadlıdır. Bunlar ətə gedən turşulardır. Ona görə də mən bunu vururam. Keçirik toyuğumuzu hazırlamağa. Bax, görürsünüz, o qədər gözəldir bunlar. Mən nar vururam, yenə dediyim kimi. Narın turşusu. Biraz əlavə eləyirəm göyəmin turşusunu. Mən turşuları qarışdırıram. Bizim zoğalımız. Duz, görürsünüz, qara istiodumuz. Bunları qəşəng qarışdırırıq. Toyuğu yuyub təmizləmişəm. Görürsünüz, tərtəmiz. Azca biraz bunu kəsirik 1-2 yerdən ki, turşunu yaxşı götürsün. Baxın, görün, nə gözəldir. Baxın, bunu bax, belə saxlayasan. Saata baxıram, düz 4 saat. Saat 6-da bunu mən götürüb duxovkaya qoyacam. İndi saat 2-dir. Toyuğumuz hazır. Başlayırıq toyuğun ləvəngisinin içərisinə yığmağa. Rahat doldurmaq üçün şariklər eləyirsiniz. İçəriyə yaxşı itələyin ki, o yaxşıca dolsun. İçinə yığıb qalanını soyuducuya qoyuram. Can nənə qurban, gəl görün. İci. İci ne mешай, babuşka, иди сиди у себя комнаты. Görürsünüz, toyuğun yan hissəsində qalan burada dərini mən kəsmirəm. Buradan bir balaca bıçaqla çərtib, toyuğun ayaqlarını, hərəsini bir tərəfdən keçirdirəm. Toyuq yaxşıca bağlanır. Toyuq yaxşı bağlandı. Görün, nə gözəl oldu. Üstünə də 1 stəkan su əlavə edəcəm ki, əvvəl parla pişsin. Duxovkanı bir 10 dəqiqədir yandırmışam, yaxşı qızıb. Əvvəlcə 160 dərəcədə yarım saat pişirirəm. Sonra 180'ə qoyuram, еще 1 saat pişirirəm. Arada çıxarıb, çıxan sousunu üstünə belə polivat eləyirəm. Sonra yanmasın deyənə üzünü yaxşıca falqa ilə, bax belə bağlayıram. Üstündən də qalxmasın deyənə yanmayan bıçaqdır. Bir dənə qoyuram ki, bu falqa tərpənməsin. Bəh, hazırdır. Bəh, ətirinə iynə bax. Gözlüyün düyüb pişsin. Belə yemək olmaz. Bəh, bu da ləvənginin suyu yağı. Aşımız hazır. Dəm töküb, baxın, görün, aşımız. Dostlar, doğrudan da gözəldir. Pişirin, hazırlayın, sizə nuş olsun. Gəlin mənim aşımın dadına baxın. Ləvəngi aşla.